şirk, müşrik. Bu cür sözlər indiki dövrdə təəssüflər olsun ki, bəzi şəxslər tərəfindən hörmətdən salınıb. Sadəcə bütpərəstlik kimi başa düşülür. Müsəlmanlar arasında absurd müzakirə halını alıb. Məsələn, fərz edək, biri mənə deyir ki, ya Fərid, zəhmət olmasa mənə dua et, müşkülüm var. Hə, bu müvəhhid əməlidir, olar. Amma birdən ölsəm və həmin şəxs desə ki, ya Fərid, mənim üçün dua et, güya bu şirk olacaq. Birbaşa Əlidən istəyirəm. Ya Əli, Allaha xatir mənə kömək. Yox, Əlinin özündən istəyirəm. Birbaşa özündən. Olar olmaz, bəli. Şirk, müşrik. Mən azətimi elə Bəlfəz ağanın özündən istəyirəm. Mən heç təvəssül eləmirəm. Mən elə birbaşa Bəlfəz ağanın özündən istəyirəm. Mən elə birbaşa İmam Hüseynin özündən istəyirəm. Şirk, müşrik. Kim nə qəbul deyir desin də ki, bu müşrikdir. Ha? Eybi yox elə. Biz Həzrət Abbas barəsində qoyub bu formada, bu əqidədə müşrik olaq. Şirk, müşrik. Mən şirk əhliyəm. Mənim şirkdə olmağım səni yandırır. Əcəb eləyirəm. Yaxşı eləyirəm. Hə? Mən İmam Hüseyndən istəyirəm. Səni yandırır. Əladır, qoy yandırsın. İçin yansın. Hələ mən kiməm ki?